Əziz dostlar, xoş gördük hər birinizi növbəti video dərsimizdə. Biz bugün 4-cü sinif şagirdləri üçün monitorinqə hazırlıq məqsədi ilə, deməli, monitorinq sınağının izahına baxırıq. Siz də bu cür sınaqlar, PDF-lər əldə etmək istəyirsinizsə, videonun aşağısına təsvir hissəsində, video haqqında məlumat hissəsində sizin üçün Telegram səhifəmizin linkini yerləşdirəcəm. Telegram səhifəmizə daxil olaraq oradan bu PDF-ləri əldə edə bilərsiniz. İstər müəllimlər şagirdləri üçün, istər valideynlər övladları üçün, istərsə də şagirdlər özləri üçün əldə edib işləyə bilərlər. Gəlin başlayaq vaxt itirmədən sualların izahına. Sərkərdə və qarışqa, bu mətn sizə tanış gələ bilər. Gəlin oxuyaq. Bir gün sərkərdə döyüşdə məğlub olur. Tamam ruhdan düşür. Biçi falda oturub fikirləşirdi. Birdən binanın divarında hərəkətdən qarışqa sərkərdənin gözünə sataşdı. Qarışqa bir buğda dənəsini divarla yuxarı qaldırır, gücü çatmayıb yerə salırdı. Qarışqa yenə də buğda dənəsini götürüb divarla yuxarı dırmaşırdı. Beləliklə, qarışqa 39 dəfə buğdanı yerə saldı. Nəhayət, axırıncı dəfə o, buğda dənəsini öz yuvasına apara bildi. Sərkərdə gördü ki, qarışqa öz məqsədi yoluna necə inadla, səbirlə mübarizə aparır. Sərkərdənin gözlərinə sanki işıq gəldi. O, qarışqanın hərəkətindən özü üçün ibrət götürdü. Yeni qüvvə toplayıb, məqsədinə nail oldu. Mətni diqqətlə oxuduq. Yenidən oxumaq istəyirsinizsə, elə indi videonu saxlayın. Mətni bir dəfə də özünüz oxuyun. Tam başa düşməyə çalışın. Sonra isə suallara davam edək. Biz başladıq. Birinci sual. Hansı fikir qarışqanın xarakterinə uyğundur? Yəni, qarışqa necə xarakterli idi? Artıq tamah baş yarar. Biz qarışqanın orada artıq tamah göstərdiyini görürükmü? Xeyr. Yəni, mətndə belə bir məlumat yoxdur. Əzm nə qədər böyük olarsa, məqsədə aparan yol bir o qədər qısa olur. Bax, biz orada qarışqanın necə əzmlə mübarizə apardığını gördük. Xüsusilə, bax, bu hissəyə diqqət edin. Deyir, əzm nə qədər böyük olarsa, məqsədə aparan yolda bir o qədər qısa olur. Yəni, o əzmlə çalışır, istəyir, əldə etmək üçün çalışır. Biz bunu həqiqətən də orada görürdük. 39 dəfə cəhd edir, alınmır, 40-cıda yenə cəhd edir. Ehtiyat igidin yaraşığıdır. Mətndə belə bir məlumat yox idi. Ümumiyyətlə, mətni bununla əlaqələndirmək olmaz. Adam özünə edəni el yığılsa edə bilməz. Bu haqqında mətndə məlumat yox idi. Yəni, belə deyək, mətni lazımsız istiqamətə çəkmək lazım deyil. Başqa istiqamətlərə ki, o orada getdi, döyüşməsəydi, döyüşdə məğlub olmazdı falan filan. Yəni, bu hissələrə getmirik. Konkret olaraq mətndə nədən danışılırdı? Əgər nə isə istəyirsənsə, onun üçün inadla, geri çəkilmədən mübarizə aparmalısan. Yəni, axıra qədər mübarizə aparmalısan ki, onu əldə edəyəsən. Biz burada qarışqanın əzmlə mübarizə apardığını gördük və sonunda məqsədin çatdığını gördük. Yəni, nə qədər çox çalışsan, məqsədinə o qədər tez nail olarsan. Mətndə işlənmiş gözlərinə işıq gəldiyi ifadəsini hansı sözlə əvəz etmək olar? Əziz dostlar, deməli, gözlərinə işıq gəldiyi ifadəsi sevinmək mənasında istifadə olunur. Yəni, sevinəndə deyirsən, gözlərimə işıq gəldi. Hirslənmək, kədərlənmək və ya qəzəblənmək deyil. Mətnin sonunda sərkərdənin gözünə nə üçün işıq gəldi? Nə üçün gözünə işıq gəldi? Döyüşdə qalib olduğu üçün, qarışqanın 40 dəfə qalxıb enməsini izlədi, qarışqanın ona kömək edə biləcəyini fikirləşdi, uğursuzluqla qarşılaşanda ruhdan düşməməsini anladı. Əziz dostlar, ona görə gözünə işıq gəldi ki, qarışqa əvvəla 40 dəfə qalxıb enmirdi. 39 dəfə qalxıb enib 40-cıda qalib gəlirdi. Döyüşdə qalib olmamışdı. Qarışqanın onu kömək edə biləcəyini fikirləşmirdi. Yəni, bunlar yox idi. Amma uğursuzluqla qarşılaşanda ruhdan düşməməsini anladı. Qarışqa onu öyrətdi ki, bax, mən bu kiçicik canımla 39 dəfə çalışıram, 40-cıda qalib gəlirəmsə, sən bir dəfə məğlub olmusansa, niyə harasa qaçıb gizlənəsən ki? Niyə mübarizəni davam etdirməyəsən? Ona görə cavabımız olur D variantı. Baxaq 4-ə. Deməli, səbəb-nəticə əlaqəsi. Adətən uşaqlar bu cür suallara çətinlik çəkirlər. Niyə? Səbəbi tapan kimi nəticəni elə bilirlər və cavab odur, düzgün cavabı tapıblar və yaxud da nəticəyə bir tərəfli yanaşırlar və yaxud da səbəb-nəticə əlaqəsini ümumiyyətlə mətndə dərk edə bilmirlər. Səbəb. Nə səbəbdir, nə nəticədir. İlk öncə səbəb olmalıdır, sonra nəticə. Məsələn, səbəb. Mənim səbəbim bu dəqiqə, məsələn, video çəkməkdir. Nəticədə nə edirəm? Video hazırlayıram. Və yaxud səbəbim YouTube-da video yerləşdirməkdir. Nəticədə YouTube üçün video çəkirəm. Düzdürmü?
Yəni səbəb və nəticə. Baxaq. Düzgün göstərilmişdir. Buna xüsusi diqqət edin. Baxın, düzgün. Düzgün. Gördünüz? Davam edək. Deyir ki, döyüşdə məğlub olmuşdu. Döyüşdə məğlub olmuşdu. Buna görə də əhvalını pozmadı. Xeyr, pozdu. Necə pozmadı? Bu tərəf doğrudur, amma bu tərəf doğru deyil. Əhvalını necə pozmadı? Qaçdı, gizləndi, qarışqaya baxdı, ruhdan düşdü, sonra qarışqa onu həvəsləndirdi. Sərkərdə qalib olmaq istəyirdi. Bəli, bu doğrudur. Amma qarışqadan kömək istəyirdimi? Xeyr. Qarışqanın hərəkətini izlədi. Bəli, məğlubiyyətini qəbul etdi. Xeyr, qarışqanın hərəkətini izlədi. Daha da mübarizə aparmalı olduğunu başa düşdü. Qarışqa səbirlə mübarizə apardı. Bəli, buğdanı yuvasına apara bildi. Bəli, doğrudur. O səbirlə mübarizə apardı və buğdanı yuvasına apardı. Bəzən bu cür testlərdə hər iki variantda doğru fikir verilir. Amma biri o birisinin nəticəsi olmur. Baxın, səbəb qarışqa mübarizə apardı, nəticədə yuvasına arpanı apara bildi. Səbəb nəticə, yəni hadisələr biri o birisinin davamı olmalıdır. Sərkərdə qarışqadan nəyi öyrəndi? Nə öyrəndi? Buğdanı yuxarı qaldırıb endirməyi, məqsədə çatmaq üçün inadla mübarizəsini, uğursuzluqla qarşılaşandan ruhdan düşməsini, insanın həşəratdan ibrət almamasını. Baxın, buna diqqət edin. Uşaqlar adətən bunu səhv götürürlər. Almaq sözünü, almamaq sözü oxuyurlar. Hamımız edirik, bu səhv etməyək. Deməli, o öyrəndi ki, məqsədə çatmaq üçün inadla, əzmlə mübarizə aparmaq lazımdır. Bəzən bilirsiniz, bu mətni nə ilə əlaqələndirmək olar? Yəni, əgər belə bir mətndən danışırıqsa, mütləq tərbiyəvi və bizə uyğun tərəfində qeyd etməliyik. Mən hər zaman deyirəm ki, öyrənə bilməyən şagird yoxdur, öyrənmək istəməyən şagird var. Niyə? Çünki hər kəs nəyəsə nail ola bilər. Əsas odur ki, o istəsin, bunun üçün çalışsın. Bəzən, məsələn, sinifdə görürsən ki, elə uşaq var ki, müəyyən şeylər daha tez öyrənir. Amma digəri ondan 2 qat artıq əziyyət çəkir. O əlaçı olur, 2 qat artıq əziyyət çəkir. Amma o daha tez öyrənən, tənbəllik eləyir, heç nə öyrənmir. Bax, həyat da belədir. Kim ki əzmlə, məqsəd üçün çalışır, inadla çalışır, nə istədiyini bilir, o həmişə qalib olacaq. Məsələ burada qabiliyyətli olmaqda, bacarıqlı olmaqda deyil. Daha çox çalışmaqdadır, düzgün çalışmaqdadır. Yəni, necə deyim, qarşısına məqsəd qoyaraq çalışmaqdadır. Siz də çalışın ki, həyatda qarşınıza bir məqsədi qoyun və onun üçün çalışın. Yəni, mənim yadımda gec qalır məsələsi deyil. Yadında gec qalır, başqası bir dəfə oxuyanda sən 5 dəfə oxuyacaqsın, amma elə bir vaxt gələcək ki, sən ondan irəlidə olasın. Əsas odur ki, sən onu istəyəsən. Yaxşı? Davam edək. 6. Mətnin məzmununa çıxış edərək uyğunluğu müəyyən edin. Sərkərdə necə idi və qarışqa necə idi? Qarışqa inadkar idi. Bəli, inadkar idi, əl çəkmirdi, bilirdi ki, nə istəyir. Zəhmətkeş idi, bəli. Bədbin olan sərkərdədir. Uşaqlar burada bədbin sözünün mənasını başa düşmürlər ki, bədbin nə deməkdir? Bədbin ruhdan düşən, tez həvəsdən düşən, məsələn, hər hansısa bir işə başlayır, tez həvəsi olmur və yaxud neysə bacarır etmək istəmir. Bax, bu cür insanlara bədbin deyirlər, kədərli, bir qədər həvəssiz. 1-ə B uyğundur, 2-yə də ana C uyğundur. Bax, burada C variantı var. Davam edək. Siz də videomuzu bəyənirsinizsə, bəyənməyi unutmayın. Davam edək və yaxud faydalı hesab edirsinizsə. 7. Mətndə hansı suala cavab yoxdur? Sərkərdə nə üçün bir kef idi? Var idi, çünki məğlub olmuşdu, ona görə də bir kef idi. Sərkərdənin qalib gəlməsinin səbəb nə oldu? Qarışqaya baxdı, onun davranışından nəticə çıxardı, özü üçün çıxış yolu tapdı. Qarışqa buğdanı aparmaq üçün neçə dəfə cəhd etdi? 39 dəfə cəhd edir, 40-cı da apara bilir. Sərkərdə kimlərə məğlub olmuşdu? Bax, bu haqda məlumat yox idi. Davam edək 8-ci sualın izahı ilə. Mətnlə bağlı verilmiş fikirlərdən düzgün yerləşənləri müəyyən edin. Baxın, burada nəyə diqqət edirsiniz dostlar? Doğrunun altına doğrunu, yanlışın altına yanlışı götürürsünüz. Adətən uşaqlar burada doğru fikirlər götürürlər. Yəni, onlar da qınamırıq. Dərslikdə bu tipdə tapşırıq yoxdur. Deməli, doğrunun altından doğrunu, yanlışın altından yanlışı. Amma bizim videoya baxıb öyrənəcəklər.
Sərkərdə məğlubiyyəti ilə razılaşdı. Qarışqanın hərəkətindən özünə ibrət götürdü. Bəli, bax bu doğruya doğrudur. Biri saxlayıram. Qarışqan məqsədinə nail olmayana qədər inadından dönmədi. Bax bu doğru fikirdir, amma yanlışın altındadır. Diqqətli olun. Sərkərdə məğlub olduğu üçün heç vaxt ruhdan düşmədi. Xeyr, o ruhdan düşmüşdü. Bu yanlış fikirdir. Deməli, sərkərdə məğlubiyyətlə razılaşdı. Xeyr, bu da yanlış fikirdir. Niyə? Razılaşmadı. O getdi, qarışqanın yanında oturdu, nəticə çıxartdı və yenidən gəldi, qoşununu topladı, qalib oldu. Biz doğrunun altına doğru, yəni 2-ni, yanlışın altına yanlışı, yəni 4-ü götürəcəyik. 2 və 4. Cavab C variantı. Mətndəki hadisələrin düzgün ardıcıllığını müəyyən edin. Sərkərdə məqsədinə nail oldu, ruhdan düşdü, qarışqanı izlədi, qarışqanın hərəkətindən ibrət götürdü. Deməli, baxın, ilk öncə ruhdan düşmüşdü. 2 gəlməlidir əvvəldə. Gəlin baxaq, 2 ilə davam edək. Sonra, deməli, qarışqanı izlədi, bəli, yüksəlir. Sonra qarışqanın hərəkətindən ibrət götürdü, bəli, bəli. 1. Məqsədinə nail oldu, tamamilə doğrudur. Cavab C variantı. Üzərində rəqəm yazılmış sözlərdən hansında ahəng qanunu gözlənilməmişdir? Ahəng qanunu pozulan sözləri axtarmağa gedir. Gəlin gedək axtaraq. Ahəng üzərində baxın, bunları xüsusi vurğulayaq. Buğda sözüdür, məqsəd sözüdür, divarla sözüdür, məğlub sözüdür. Başqa da varmı? Gözlərinə sözüdür. 5, 6, 4, 3, 2. İçində bax, qarışqa sözüdür. Biz ahəng qanununa tabe olmayanları götürəcəyik. Deməli, burada uyğundur divarla sözü, məğlub sözü, yəni 1 və 3. Qalanlar ahəng qanununa tabedir. Tabe olmayanlar ahəng qanunu gözlənilməmişdir. 1 və 3. Cavab D variantı. Çərçivə daxilində verilmiş sözün fonetik xüsusiyyətləri ilə bağlı səhv fikri müəyyən edin. Deyək ki, çərçivə daxilində verilmiş söz hansıdır? İşıq sözüdür. Çərçivə daxilində verilmiş söz işıq. İşıq yazılır. Haradaydı bu sual? Hə, buradadır. İşıq yazılır. İşıq deyilir. 2 kar samit işlənmişdir. J, Ş, Q, X. Bu doğru fikirdir. Deyilişi və yazılışı fərqlənmir. Bu yanlış fikirdir. Ahəng qanununa tabe deyil. Bəli, doğru fikirdir. Tabe deyil. İkinci hecadakı zait, səs, qalın. Bəli. Dodaqlanmayan. Bəli. Qapalı saytdır. Bəli, bu da doğru fikirdir. Yanlış fikir B variantıdır. 12. Mətndə fərqləndirilmiş sözlərdən hansılar düzəltmə zərfdir? Düzəltmə zərfi axtarırıqsa sözsüz ki, fikirləşdi sözü feildir. Bikef necə? Bikef feil götürə bilər. Beləliklə modal söz ola bilər, amma inadla dostlar. İnad sözündən inadla zərfi düzəlim. Səbir sözündən səbirlə zərfi düzəlim. Ümumiyyətlə bu lalə şəkilçi zərf düzəldən şəkilçi kimi də işlənir. Davam edirik. 13-ə baxırıq dostlar. Hansı başlıq mətnin əsas fikrinə uyğundur? Mətndəki əsas fikrə uyğundur. İndi bu çap texniki qüsur var. Baxaq. Bikef sərkərdə zəhmətkeş qarışqa, ruhdan düşmüş sərkərdə ibrət götürmək. Bikef sərkərdə, məsələn, bu o qədər də uyğun deyil əsas fikir. Zəhmətkeş qarışqa, ruhdan düşmüş sərkərdə. Burada əslində bikef sərkərdə obrazı var idi, zəhmətkeş qarışqa obrazı var idi. Sərkərdənin müəyyən bir obrazda ruhdan düşdüyünü gördük. Amma ən əsası biz orada ibrət məsələsini gördük ki, ibrət götürdü onun davranışından və nəticədə qalib oldu. Qarışqa neçənci cəhdində buğdanı öz yuvasına aparmağa nail oldu? 40-cı cəhdə. Mətnin ideyasına uyğun gələn fikir hansıdır? Elə yaşamalısan ki, öləndən sonra da ölməyəsən. Çörəyi bölüşmək onu yeməkdən daha ləzzətlidir. Əzm nə qədər böyük olarsa məqsədə aparan yol bir o qədər qısa olar. Yolları eyni olmayanlar yoldaş ola bilməzlər. Hər biri dəyərli fikirdir, amma mətnlə bağlı olan fikir əzm nə qədər böyük olarsa məqsədinə aparan yol bir o qədər qısa olar. Dostlar, növbəti 16-30-cu sualları izah edəcəyik. Bunun izahını səhifəmizdə tapacaqsınız. Növbəti videoda izləyəcəksiniz. Siz isə yeni videolardan xəbərdar olmaq üçün kanala abunə olun, videoları bəyənin. Olduğunuz WhatsApp qruplarınızda, dostlarınızla, statuslarınızda paylaşaraq bizə dəstək ola bilərsiniz. Və yanaşı olaraq da daha çox faydalı ola bilərik. Çünki elm paylaşdıqca çoxalır və elmdə paxıllığa yer yoxdur.
Sağ olun, görüşmək ümidi ilə. Allah amanında.